Salam, xoş gördük hər birinizi. Bu gün tarix fəlsəfəsi səviyyəsindən 3-cü mühazirəmizə başlayırıq. Bu günləri Hegelin fəlsəfəsində tarix konseptinin mənalandırılmasını analiz edəcəyik. Keçən mühazirəmizdə qeyd etdiyimiz kimi tarixin mənalandırılması, onun hansı fəlsəfi sistem daxilində həyata keçirilməsindən asılıdır. Potensial cəhətdən hər bir fəlsəfi sistem tarixi az və ya çox dərəcədə fərqli istiqamətlərdə mənalandıra bilər. Biz keçən dəfə daha çox qeyd edilənlər kontekstində obyektiv və subyektiv tarixin fərqləndirilməsini həyata keçirdik. Bu günləri isə konkret Hegelin fəlsəfəsində qısaca olaraq tarixin mənalandırılmasına başlamaq istəyirik. Heç də bütün filosoflar tarixə geniş və ya dərin maraq göstərməmişlər, amma onlardan bəziləri istisnadır və bu istisnalar içərisindən Hegelin adını xüsusi olaraq qeyd etmək olar. Hegel tarixin özünü 3 hissəyə ayırır. Birinci bu təbii tarixdir, ikinci reflektiv tarix, üçüncü isə fəlsəfi tarixdir. Deməli, təbii tarix deyəcəyimiz nədir? Təbii tarix hadisənin, yəni ayrıca götürülmüş olan tarixi hadisənin bilavasitə şahidi tərəfindən qeydə alınmış olan tarixi məlumatlardır. Yəni, burada biz universal tarixi hadisələrdən danışa bilmərik. Biz burada tarixi hadisələr üzərində həyata keçirdiyimiz refleksiya aktlarından, interpretasiya aktlarından bəhs edə bilmərik. Bu sadəcə olaraq qeyd etdiyimiz kimi, keçmiş zamanda baş vermiş olan ayrı-ayrı individual tarixi hadisə və proseslərə dair bilavasitə onlara şahidlik edən insanlar tərəfindən məlumatların verilməsini və bu məlumatların tədqiqatçılar tərəfindən etibarlı hesab edilərək qeydə alınmasını nəzərdə tutur. Amma bu təbii ki, tarixin, əgər belə demək mümkündürsə, daha sadə bir səviyyəsinin özündə ehtiva edir. Çünki burada əsas məqsəd tarixin mənalandırılması, interpretasiyasından daha çox baş vermiş olan ayrıca bir individual bir tarixi hadisənin qeydə alınmasıdır. Və buna görə də bu qeydə alma özünün əhatə dairəsi və özünün qeydə alınan zaman verilən informasiyanın dərinliyi etibarilə kifayət qədər məhdud xarakter daşıyır. Və biz bu məhdudiyyəti aradan qaldırmaq üçün tarixin ikinci bir səviyyəsinə qalxırıq. Yəni biz deyəndə biz burada Hegelin tarix fəlsəfəsini nəzərdə tuturuq. Deməli, ikinci səviyyə bu reflektiv tarixdir. Reflektiv tarix artıq adından göründüyü kimi qeydə alınmış olan tarixi məlumatlar üzərində aparılan refleksiya aktlarını, analiz aktlarını özündə əks etdirir. Deməli, reflektiv tarix bu artıq tarixin yazılı formasıdır. Yəni, burada bilavasitə biz tarixi müşahidə edən, daha doğrusu tarixi hadisənin baş verməsini bilavasitə müşahidə edən insandan bəhs etmirik. Yəni, prinsip etibarilə hər bir insan artıq qeydə alınmış olan tarixi məlumat üzərində refleksiya aktını həyata keçirə bilər. Məsələn, X zamanında Y tarixi hadisəsi baş vermişdir və bu Z məsələn cəmiyyətində baş vermişdir və hər bir tarixçi, hər bir tarix ilə maraqlanan insan onun analizi ilə məşğul ola bilər.
Və bu analiz prosesi, refleksiya prosesi, yəni olduqca geniş bir spektrlə əhatə edə bilər. Məsələn, Hegelin fəlsəfəsində burada tarixdən çıxarılan dərslər, yəni tarixi proseslərdən, tarixin özündən əxlaqi nəticələrin çıxarılması mümkündür, siyasi nəticələrin çıxarılması mümkündür, mədəni nəticələrin çıxarılması mümkündür. Və yaxud siz nəticə anlayışını dərs anlayışı ilə də əvəzləyə bilərsiniz. Adətən tez-tez eşitdiyimiz, yəni bu tarixi hadisədən biz hansı dərsi çıxara bilərik? Baxın, belə bir fikirlər Hegelin tarix fəlsəfəsində məhz reflektiv tarix səviyyəsinə və ya bölməsinə uyğun gələn bir fikirlərdir. Burada həmçinin ayrı-ayrı individual tarixi hadisələrdən bəhs edilmir. Yəni burada universal tarixdən bəhs edilir. Yəni reflektiv tarix özündə universal tarixi əks etdirir. Yəni universal tarix artıq ayrı-ayrı individual tarixi hadisələrin fövqünə qalxaraq bir növ abstraktlaşma prosesini, bir səviyyəsini də özündə ehtiva edir. Məsələn, biz bu kontekstdə nəyə qeyd edə bilərik? Məsələn, demokratiyanın tarixi. Yəni, bu bir növ artıq ayrıca götürülmüş tarixi hadisənin analiz edilməsi deyildir. Yəni, demokratiyanın tarixi, yəni bu bütöv bir universal tarixi prosesdir. Məsələn, biz burada başlaya bilərik Afina demokratiyasından, yəni qədim Yunan sivilizasiyası, məsələn, Periklin hakimiyyəti dövrü və biz bütöv bu proseslərin inkişaf mərhələlərini müasir dövrə qədər analiz edə bilərik. Və yaxud biz incəsənətin tarixini araşdıra bilərik. Bu da universal tarixdir, reflektiv tarixdir. Biz dinin tarixini refleksiya edə bilərik, analiz edə bilərik. Yəni, bu da bir universal tarixi proseslərdir. Və bu kontekstdə reflektiv tarix özündə həm də interpretasiyanı əks etdirir. Yəni, əgər biz təbii tarixdə yalnız qeydə alma prosesini başa düşürdüksə, reflektiv tarixdə artıq interpretasiya prosesi gedir. Yəni, əslində tarixin əhəmiyyətli dərəcədə subyektiv olmasını şərtləndirən amillərdən biri məhz bu interpretasiya prosesidir. Yəni, heç də bütün tədqiqatçılar, bütün tarixlər eyni bir tarixi prosesi, xüsusilə əgər bu universal tarixi prosesdirsə, eyni şəkildə interpretasiya etməzlər. Və buna görə də tarix, yəni olduqca deməsək də, yəni kifayət qədər subyektiv bir elementləri özündə əks etdirən bir intellektual məşğuliyyət sahəsidir. Və bütün bu deyilənlər kontekstində, yəni bir qədər artıq biz fikrimizi sistemləşdirsək, Hegelin tarix fəlsəfəsində reflektiv tarixin özünün tərkibində 3 bölmə, 3 sahə fərqləndirilir. Birincisi universal tarixdir. Yəni biz qeyd etdik, bu ayrı-ayrı individual hadisələrin deyil, universal xarakterli hadisələrin interpretasiyası ilə məşğuldur. Məsələn, biz bu kontekstdə nəyi fərqləndirə bilərik? Məsələn, tarixi proqresə maarifçilik fəlsəfəsi aspektindən baxış. Əgər biz maarifçilik aspektindən baxarıqsa, onda tarix keçmişdən indiyə doğru sadədən mürəkkəb və doğru bir inkişaf prosesindədir. Məsələn, daha əvvəlki tarixi mərhələlər bu daha az inkişaf etmiş bir mərhələ kimi qiymətləndirilə bilər. Daha sonraki inkişaf mərhələləri tədricən inkişafın yüksək pillələri kimi qiymətləndirilə bilər. Amma biz anti-maarifçi baxışlardan çıxış edəriksə, əslində tarixi inkişafın müasir mərhələsi, məsələn, sənaye və post-sənaye mərhələsi bu tarixi proqres deyil, tarixi reqres,
tənəzzül kimi qiymətləndirilə bilər. Tamamilə bir əks qiymətləndirmə sistemini, baxış bucağını ortaya qoymuş olar. Yəni təqribən universal tarix deyəndə, yəni bu aspektdən olan fikirlər nəzərdə tutulur. Amma təbii ki, mən olduqca yüksək səviyyədə ümumiləşdirmə həyata keçirirəm. Yəni biz ümumiləşdirmə deyil, daha detallı bir analizlərə başlasaq, yəni universal tarixin də problematikasının nə qədər zəngin olduğunu biz görə bilərik. Okay, yəni bu reflektiv tarixin tərkibində birinci olan bu universal tarix, ikinci biz diqqət yetirə bilərik burada Hegelin terminologiyası ilə desək pragmatik tarix. Pragmatik tarix keçmişi tarixi hadisələrin öyrənilməsinin, indiki zaman üçün əhəmiyyətinin qiymətləndirilməsini özündə əks etdirir. Yəni bir qədər əvvəl qeyd etdiyimiz kimi, yəni universal tarixi proseslərdən, yəni ümumi xarakterli tarixi proseslərdən çıxarılan əxlaqi, siyasi, mədəni dərslər, nəticələr, yəni bu kontekstdə bir pragmatik tarixi özündə ehtiva etmiş olur. Və burada bizim fərqləndirə biləcəyimiz üçüncü istiqamət bu tənqidi tarixdir. Tənqidi tarix həqiqiliyini və etibarlılığını, yəni tarixin həqiqiliyini və etibarlılığını müəyyənləşdirmək məqsədi ilə əvvəlki tarixi şərhlərin tənqid edilməsini özündə əks etdirir. Xüsusilə əgər biz nəzərə alsaq ki, tarixdə interpretasiyanın rolu olduqca mühümdür və əslində bu tarixin subyektiv mənalandırılmasına yol açır və biz hər bir interpretasiyanı tənqidi aspektdən nəzərdən keçirməliyik. Yalnız bu tənqidi yanaşma aspektindən çıxış edərək biz bütöv bir tarixin rekonstruksiyasını, bərpa edilməsini həyata keçirə bilərik. Və Hegelin tarix fəlsəfəsində, yəni bu pillə, reflektiv tarix pilləsi təbii tarixə nisbətən daha az məhdudiyyətlər ilə üzləşir. Amma bu da tarixi inkişafın, yəni tarix elminin tarixə olan baxışların inkişafı kontekstində son mərhələ deyildir. Yəni burada əsas məhdudiyyətlər bu konseptual imkanların natamam olmasıdır. Yəni biz tam şəkildə burada konseptual analiz həyata keçirmirik. Və bu məhdudiyyətlərin aradan qaldırılması üçün biz yüksəlirik üçüncü pilləyə, bu fəlsəfi tarixdir və ya biz bunu tarix fəlsəfəsi kimi də adlandıra bilərik. Yəni xüsusilə mühazirələrimizin gedişatında istifadə etdiyimiz tarix fəlsəfəsi anlayışı məhz Hegelin fəlsəfəsində daha çox fəlsəfi tarix termini ilə ifadə edilir. Yəni bu olduqca fundamental mühüm bir sahədir və biz fikirlərimizi ümumiləşdirsək, fəlsəfi tarix və ya tarix fəlsəfəsi bu tarixin rasional strukturunun müəyyənləşdirilməsini həyata keçirir. Bu tarixin ən dərin və ən sistematik analizini özündə ehtiva edir. Və biz nümunələr qismində, yəni bu Hegelin tarix fəlsəfəsindən istifadə etmək istəmirik. Yəni fəlsəfi tarix nədir? Yəni belə bir mənzərəni formalaşdırmaq üçün biz birbaşa olaraq Hegel fəlsəfəsinə müraciət etmirik. Yəni Hegel fəlsəfəsi bu daha çox idealizm üzərində bərqərar olduğuna görə, obyektiv idealizm üzərində bərqərar olduğuna görə xeyli məsələlərin qoyuluşunu rasional müstəviyə gətirmək bir qədər çətindir. Amma növbəti mühazirələrimizdən birini biz məxsusi olaraq Hegel fəlsəfəsinə, Hegelin tarix fəlsəfəsinə həsr edəcəyik. Orada daha detallı bir analizlər həyata keçirəcəyik. Amma bugünkü mühazirəmiz üçün, yəni fəlsəfi tarix və ya tarix fəlsəfəsi deyərkən biz nəyi başa düşürük? Məsələn, universal tarixi proseslərin, universal tarixi inkişafın istiqamətlərinin təyin edilməsi.
Məsələn, biz burada dairəvi, siklik inkişafı nəzərdən keçirə bilərik. Daha doğrusu siklik inkişaf istiqamətini analiz edə bilərik. Yəni burada tarixi inkişafın başlanğıc nöqtəsi ilə onun son nöqtəsi qapalı çevrə üzrə üst-üstə düşür. Məsələn, qədim Yunan fəlsəfəsi, yəni Yunan filosofları tarixə əsasən bu aspektdən yanaşırdılar. Biz baxa bilərik tarixi inkişafın istiqamətində ikinci bir yanaşma bu xətti inkişaf modelidir. Yəni sadədən mürəkkəbə doğru xətti inkişaf modeli, məsələn, orta əsrlər fəlsəfəsi daha çox bu istiqamətdən çıxış edir. Xüsusilə Yəhudi Xristian fəlsəfəsi və İslam fəlsəfəsi, yəni bir yaradılış aktı var, Tanrı tərəfindən yaradılış aktı var və sadədən mürəkkəbə doğru inkişaf prosesinin sonunda bir də hər bir şeyin məhv olacağı, yəni bir qiyamət günü, bir apokalipsis var və hər bir şey, o cümlədən tarix, məhz yaradılış aktından məhv olma aktına qədər inkişaf prosesində ilahi bir məqsəd, bir missiya daşıyır. Var üçüncü bir model, bu spiralvari inkişaf modelidir. Xüsusilə Karl Marx tərəfindən irəli sürülmüş olan tarixə formasyon yanaşma, yəni formasiya təlimi yanaşması məhz bu spiralvari inkişaf modelinə əsaslanır. Və spiralvari inkişaf modeli bu xətti inkişaf modeli ilə daha əvvəlki siklik dairəvi inkişaf modelinin bir növ mix variantıdır. Yəni burada da dairələr vardır, amma dairənin son nöqtəsi ilə onun başlanğıc nöqtəsi tamamilə üst-üstə düşmür. Yəni qapalı çevrə üzrə tarixi proseslər inkişaf etdikdən sonra çevrə qapanan zaman son nöqtə inkişafın bir pillə yuxarısında bərqərar olur. Yəni gözümüzün önünə biz spiralı gətirsək, yəni spiralda olan halqaların hər bir dairəsinin qapanması bir pillə yuxarıda həyata keçirir. Yəni bu bir tərəfdən siklik modelin bir növ xatırlatmasını həyata keçirir. İkinci tərəfdə isə bu artıq həm də sadədən mürəkkəbə doğru inkişaf modelinin də müəyyən elementlərini özündə əks etdirir. Olduqca maraqlı bir sahədir. Yəni növbəti mühazirələrimizdə biz buna da diqqət yetirərik. Və fəlsəfi tarixdə məsələn universal tarixi prosesin mərhələlərə bölünməsi. Yəni biz universal tarixi prosesləri necə periodlara, mərhələlərə bölə bilərik? Adını qeyd etdiyimiz formasiya təlimində, məsələn, bu formasiyalar üzrə bölgü vasitəsilə həyata keçirilir. Məsələn, ən populyar yanaşma bu 5 ictimai-iqtisadi formasiyanın fərqləndirilməsidir. Birinci formasiya ibtidai icma quruluşu, ikincisi quldarlıq, üçüncüsü feodalizm, dördüncüsü bu kapitalizm və beşincisi kommunizm. Və burada da müxtəlif interpretasiyalar var, yəni detallara keçmək istəmirəm. Amma formasyon yanaşma yalnız bir bölgü sxemini təqdim edir. Alternativ, məsələn, sivilizasiyalar təlimində biz fərqli bir bölgü sxeminə baxa bilirik. Məsələn, sivilizasiya qədərki inkişaf mərhələsi, aqrar inkişaf mərhələsi, sənaye inkişaf mərhələsi və post sənaye inkişaf mərhələsi. Bu da fərqli bir interpretasiyadan universal tarixi proseslərin mərhələlər üzrə bölgüsünü həyata keçirir. Və s. Yəni burada da biz müxtəlif interpretasiya, fikir mübadilələri həyata keçirə bilərik, amma istənilən halda bu özündə tarix fəlsəfəsini ehtiva edir. Növbəti yanaşmamız, məsələn, universal tarixin inkişafını şərtləndərən amillər. Yəni nə baş verir ki, tarixi proqres həyata keçirilir? Məsələn, Karl Marxın formasiya təlimində sinfi ziddiyyətlər tarixi inkişafın
şərtləndirilməsini həyata keçirən amillər kimi diqqət mərkəzinə gələ bilər. Digər fərqli bir interpretasiyada bu millətlər və ya xalqlar arasında olan ziddiyyət kimi diqqət mərkəzinə gələ bilər. Dini tarixi konseptlərdə bu ilahi bir konsepsiya məna kəsb edir. Yəni bir növ tarix yalnız cəmiyyətdə baş verən proseslər ilə məhdudlaşmadığına görə, yəni bu bir növ həm də ilahi ilə cəmiyyət arasında, toplum arasında bir bağlantını özündə əks etdirir və bu inkişaf prosesi bu kontekstdə diqqət mərkəzinə gətirilir və s. və ilaxır. Bu günlər müzakirə etmək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti mühazirələrimizdə fikirlərimizi davam etdirərik.